Benim kipri. Öz kiprilərin gözü yatsıdırır. Əladır. Doğrudan taxmayayım kipri. Deyirlər taxma. Doğrudan dayı taxma. Doğrudan deyirlər taxma. Kofta yaraşıb. Hə? Qəşəngdir belə. Ona taxmayayım, hə? Linza mı? Linza Bakudandır qızlar. Doğrudan. Sən tağa. Koftanı şeydən getmişdim ya çəkilişə reklama oradan. Ağ rəngi var idi, bir də qara. İşıqla yaxşıdır ya işıqsız baxın. Ya belə yaxşıdır. Doğrudan. Belə. Yaxşı. Üzərlik yandı. Üzərlik yaxındaxı. Valla sənin, aha, mənim. Deyəm, bu qızın ürək sözü var. Sənin yaşını, nəşini bilməsəm, aha, keçdini oxuyan mənim lətağa. Nə yazmışdan? Kökəlmişəm hə, qızlar, ölçdüm dünən özümü. Doğrudan. Kipri taxmayayım. Aha, deyirlər taxma. Qurban olar ama. Qızlar, nə olar? Ekran tıklayın da. Gözəlləşmişsən. Doğrudan. Kipri tuşumu değişmişəm qızlar. Tuşumu değiştirmişəm. Deyən göstərim. Saçımı rəngini şey eləyib, xanım eləyib. Fatiməyə salonda xanım. O salonda 2 dənə usta var. Mən koloristi deyirəm. Fem çinmişəm, fem vurmuşam, düzləşir. Düz qalır saç. Şaket törə pulu verdi balam. Saçımı rəngini şey eləyib, xanım. Fatimənin salonunda. Xanım, bay Fatimə var ha. O xanım. Orada 2 dənə xanım var. Biri qaynaq yığandı, o yox. Biri də şey, kolorist. Dünən onun yanına 3 dənə qız gedib mənim saçımı rəngi eləməyə. Mən də oradaydım, gördüm qızları. Arzu Aycan, yox, kreatin yoxdur qızlar, saçın özü belə düzdür. Bu təbii saç da ona görə. Deməzsən qaynaqdır. Hə, çox təbii durur, bax qızlar deyən. Heç deməzsən qaynaqdır, mənim saçlarım qısadır axı. Yəni, gəl belə deyək də, təbii saç sırazı bilinir ki, təbii saçdır. Öncə parıldayır. Hər halinə gözəlsən. Can, çox sağ olun qızlar. Allah sizi xoşbəxt eləsin. Burada 200 qram. Az yığdırmışam. Təbii saçdır ona görə. Öncə parıldayır. Rəngini xanım eləyib. İndi istəyirəm biraz daha uzun qoyum. Mənim rəfiqəm var, o da təbii saçlar satır. Sırf təbii. Dünən onlara getmişdim. Ay Allah, bir dənə saçları var idi. Bir dənə saçları var idi. Bəlkə bir, nə bilim, bəlkə bir, nə bilim, bir 400-500 dənə saç var idi da orada. O da qaynaq yığanda saç var idi. 1 metrəlik, 1.20, 80 santi, nə bilim, cürbəcür növdə. Amma onda sırf təbii saçlardır. Soruşdum, bəlkə ondan özümə uzun saç götürərəm. Çox qəşəng saçları var idi. İstəyirəm uzun eləyim saçımı. Çox uzun yaraşmaz, niyə?
Eləmiyim. Bu uzunluq qəşəngdir deyirsiniz. Amma istəyirəm axı uzun. O deyir, gəl istəyirsə sənə 300 qram yığım saç. 300 qram yığım uzun. Amma sırf təbii saçlardır. Bu başımdakı da təbiidir. Rəngin qəşəng eləyib, hə xanım? Bax, 2 rəng eləyib qızlar xanım. Səhifəsi yoxdur aşkım məndə. Hə, o balzamla yumuşam. Necədir balzam? Balzam deyən göstərim. Gözləyin. Səhifəsi yoxdur amma məndə. Deyək qızlar, bu ilə yudum kreatin şeyidir. Saçı düzləşdirir. Deyək, bu ilə yudum. Bunu qız təriflədi mənə. Salona getirirdilər. Hə, bir də oğlan idi. Getirdi, aldım, vurdum. Qəşəngdir. Amma səhifəsi yox, çox qəşəngdir, bax. Məryəm də aldı, mən də. Çox qəşəngdir. Superdir, hə, çox qəşəngdir qızlar. Qəşəngdir, içində bilsiz nə qədər? Yəni deyim sizə. Neçə qramdır az bunun içində? Nə qədər olar bunun içində? Harada yazır o? Şeydir də, kreatin saçlar üçündür ya bu. Yəni saçı düzləşdirir. De o ilə eləmişəm. Qəşəng də. Salonda qız məsləhət gördü. Mənə dedi kişi satır bir dənə. Hə, mən də aldım. Aldım, üstədən xoşuma gəlir. Məryəm də götürdü. Yo, əladır, hə.